Bunları belə yumuşatmaq istəyəndə yağsız da etmək olar. Amma yəni mən yağsız heç vaxt masaj etmirəm. Mən istəyirəm həm dərim qidalansın, həm də yaxşı sürüşməsi olsun ki, tam yəni mənə zövq verir yağla eləmək, həm də qidalanır. Bunlar belə saç dibini də masaj eləyirsiniz. Baxın, az da olsa vurmuşam saçlarıma, görsüz yağlıdır. Belə hətta gecədən vururam saçıma. Bol yağlayıram, yatıram, səhər dururam, yuyuram. Çox gözəl saçlar, o qədər gözəl qidalanır ki, ona görə hər yağda yağ deyil də, yəni keyfiyyətli yağlar istifadə etmək lazımdır. Keyfiyyətli kremlər istifadə etmək lazımdır. Hər şeyin keyfiyyətlisi olduqda, o zaman pulunuz da boşa getmir. Mən yəni 6 ildir də, 6 ildir, bəlkə 20-30 belə yağlar istifadə edib atmışam qablarını. Çox gözəl yağlardır doğrudan da. Bir də argan yağı istifadə edirəm. Argan yağını da firmadan alıram. O da çox gözəldir, möhtəşəm. Yəni mən ümumiyyətcə yağsız kosmetikamı ya da ki qulluq, öz qulluq vasitələrimin yanında yağsız təsəvvür edə bilmirəm də.